Çevrə verilmiş nöqtədən bərabər uzaqlıqda yerləşən bütün nöqtələrdən ibarət olan həndəsi fiqura çevrə deyilir. Verilmiş nöqtəyə çevrənin mərkəzi deyilir. Çevrənin mərkəzi ilə onun istənilən nöqtəsini birləşdirən parçaya deyilir radius. Buradakı OA çevrənin radiusudur. Çevrənin istənilən iki nöqtəsini birləşdirən parça adlanır vətər. Burada BC vətərdir. Çevrənin istənilən, yəni ixtiyari iki nöqtəsini birləşdirmişdir. Mərkəzdən keçən vətər diametr adlanır. Yəni buradakı MN parçası adlanır diametr. Mərkəzdən keçdiyi üçün bu vətərə deyirlər diametr. Diametr çevrədə ən böyük vətərdir və çevrənin diametrinin uzunluğu 2 radiusa bərabərdir. MO və NO radius olduğuna görə diametrin uzunluğu 2 radiusa bərabərdir. Çevrənin uzunluğu. Çevrənin uzunluğu deyəndə nəyin uzunluğu nəzərdə tutulur? Bax, bu çəkdiyimiz çevrədir. Bu xətt çevrədir. Çevrənin uzunluğu dedikdə, yəni bu xəttin uzunluğu nəzərdə tutulur. Çevrənin uzunluğunu həm radiusdan, həm də diametrdən asılı olan düsturu var. Radiusu R olan çevrənin uzunluğu 2πr, diametrə görə isə π-dədir. Bizə testdə əgər pi-nin qiymətini verirlərsə hesablayırıq, vermirlərsə hesablamırıq. Məsələn, radiusu 6 sm olan çevrənin uzunluğu 2π vur 6 eləyir 12π. Və yaxud diametri 8 olan çevrənin uzunluğu pi vur d düsturuna görə 8π'dir. Bu olur çevrənin uzunluğu düsturu. Sonra toxunan, vətər, kəsən, daha doğrusu bu anlayışlar. Çevrə ilə yalnız bir ortaq nöqtəsi olan düz xəttdə çevrəyə çəkilən toxunan deyilir. Deməli, buradakı L düz xəttinin çevrə ilə yalnız bir ortaq nöqtəsi var, A nöqtəsi. Ona görə bu çəkdiyim düz xəttə deyirlər toxunan. Çevrə ilə yalnız bir ortaq nöqtəsi olduğu üçün. Toxunan, toxunma nöqtəsində çəkilən radiusa perpendikulyardır. Yəni, biz o toxunma nöqtəsindən çevrənin radiusunu çəksək, həmin radius, AO radiusu, toxunana perpendikulyar olacaqdır. Bu da vacib bir məsələdir. Çevrə xaricində götürülmüş bir nöqtədən həmin çevrəyə yalnız və yalnız iki toxunan çəkmək olur. Bax, burada bir M nöqtəsi götürsək, biz bu çevrəyə iki dənə toxunan çəkə bilərik. Üçüncüsü mümkün deyil. Biri burada A nöqtəsində toxundu, biri də burada B nöqtəsində toxundu. Yəni, bunlar məsafə baxımından, yəni MA və MB parçasının uzunluqları bir-birinə bərabərdir. İkincisi, həmin M nöqtəsi ilə çevrənin mərkəzini birləşdirən parça, yəni bu MO, toxunanlar arasında qalan bucaq AMB-nin tən bölənidir. MO o bucağın tən bölənidir. Yəni, bucaq AMO ilə bucaq BMO bir-birinə bərabər olur. Yəni, bax, bu iki bucaq bir-birinə bərabərdir. Yəni, məsələn, tutaq ki, bizə testdə deyir ki, toxunanlar arasında qalan bucaq, yəni, məsələn, AMB 70 dərəcədirsə, bucaq AO, daha doğrusu AMO-nu tapın. AMO, bax, buradakı bucaq olacaq 35, 35, yəni 70 yarı bölünmüş olacaqdır. Tutaq ki, bunu da belə birləşdirib, deyir, buradakı bucağı tapın. Biz bayaqlarım dedik ki, toxunan toxunma nöqtəsi çəkilən radiusa perpendikulyardır. Bu olur düz bucaqlı üç bucaq. Bura 35-dirsə, 90-dan da 35-i çıxaraq, buranın da 55 olduğunu başa düşməliyik. Bu belə. Kəsən. Çevrə ilə iki ortaq nöqtəsi olan düz xəttdə çevrəyə çəkilmiş kəsən deyilir. Yəni, məsələn, bu L düz xəttinin şəkildən də gördüyünüz kimi çevrə ilə iki ortaq nöqtəsi var. Həmin düz xəttdə çevrəyə çəkilmiş kəsən deyilir. Yəni, buradakı L düz xətti artıq çevrə üçün kəsən sayılır. Çünki çevrə ilə iki ortaq nöqtəsi var. Çevrənin iki nöqtəsi arasında qalan hissəsinə çevrə qövsü deyilir. Bax, biz burada bu iki nöqtəni qeyd elədik, A və B nöqtələri. Bu nöqtələr
çevrənin iki dənə qövs sayılır. Bax, bu rənglədiyim hissə bir qövs. Bunun AB qövsü də yazırlar. Qövs AB. Amma burada qövs AB dedikdə biz qövsləri fərqləndirə bilməyəcəyik. Çünki burada iki dənə AB qövsü var. Bir bax, bu qırmızı ilə göstərdiyim hissədə yenə AB qövsüdür. Bunların ikisi də AB qövsü deyəndə nəzərdə tutula bilər. Ona görə bunları fərqləndirmək üçün üçüncü bir hərfdən də istifadə olunur. Kiçik hərfdə istifadə edirlər, böyük hərfdə. Məsələn, A, N, B qövsü. Belə də yazırlar. Qövsün işarəsini belə üstündən də qoyurlar, fərqi yoxdur. Və A, M, B. Yəni deyirəm, bunu işarələyəndə bu şəkildə də işarələyirlər, fərqi yoxdur. Yəni, burada iki dənə qövs var. A, N, B və A, M, B. Qövsün bir dərəcə ölçüsü var, bir uzunluğu var. Qövsün dərəcə ölçüsü nə deməkdir? Bunu izah edək. Təpəsi çevrənin üzərində olan bucaqlara mərkəzi bucaq deyirlər. Bax, buradakı A, O, B adlanır mərkəzi bucaq. Təpə nöqtəsi çevrənin mərkəzində olan bucaqlara mərkəzi bucaqlar deyirlər. Burada A, O, B bucağı adlanır mərkəzi bucaq. Mərkəzi bucaq. Bu AB qövsü isə adlanır həmin qövsə, daha doğrusu bucağa söykənən qövs. AB həmin bucağa söykənən qövsdür. Bu qövsün dərəcə ölçüsü mərkəzi bucağın dərəcə ölçüsünə bərabərdir. Yəni, bu 40 dərəcədir. Bu qövs də 40 dərəcədir. Yəni, qövsün dərəcə ölçüsü dedikdə, əslində elə ona uyğun olan mərkəzi bucağın dərəcə ölçüsü nəzərdə tutulur. Ona görə də, məsələn, belə deyək, tutaq ki, biz AB diametri çəkmişiksə, AB diametri çəkmişiksə, bu zaman diametr çevrəni iki yarım çevrəyə bölür. Çünki bunların ikisi də açıq bucağa, yəni 180 dərəcəyə uyğun olduqları üçün ikisinin də dərəcə ölçüsü eynidir. Bu da. İstəyir ANB götürək, istəyir ANB. Bu iki qövsün ikisinin də dərəcə ölçüsü 180 dərəcədir və bu şəkildə bunlar yarım çevrə adlanır. Bu şəkildə isə biz baxsaq, görərik ki, ANB qövsünə uyğun olan ANB, bax bundan danışıram. ANB qövsünə uyğun olan bucağın dərəcə ölçüsü 180-dən kiçikdir. Amma ANB-yə uyğun olan qövsün dərəcə ölçüsü 180-dən, yəni açıq bucaqdan daha böyükdür. Dərəcə ölçüsü, yəni ANB-nin dərəcə ölçüsü 180-dən kiçikdir. ANB-nin dərəcə ölçüsü 180-dən böyükdür. 180 dərəcədən kiçik olan qövslərə deyirlər minor qövs. 180 dərəcədən böyük olan qövslərə isə deyirlər major qövs. Yəni, burada gördüyünüz ANB dərəcə ölçüsü 180-dən kiçikdir. Məsələn, belə desək, tutaq ki, bu bucaq təxminən deyirəm 140-dırsa, deməli bu qövs də 140-dır. Bunun bu tərəfi əks tərəfdə 360-dan, çünki bu tam bucaq 360-dır. Ora 140-sa, bura 220-dir. Onda ANB də 220-dir. Yəni, 180-dən kiçik olanlar minor, 180 dərəcədən böyük olan qövslərə isə major qövslər deyilir. Qövsün uzunluğu. Bir var qövsün dərəcə ölçüsü, bir də var qövsün uzunluğu. Necə ki, bu çevrənin uzunluğu bayaq dedik 2pi, eləcə də çevrə qövsünün uzunluğu var. Baxın, qövsün dərəcə ölçüsü bayaq dedik ki, mərkəzi bucağa bərabərdir. Bir də var ki, bax, bu AB qövsünün uzunluğu, yəni bu hissənin uzunluğunun tapılması. Bu uzunluğunun tapılmasında mərkəzi bucağın rolu var. Çevrə qövsünün uzunluğu L qövs bərabərdir. 360-da alfa vur 2pi r. Bu əslində, yəni bu mərkəzi bucaq çevrənin 360-da alfa hissəsini təşkil edir. Çevrənin uzunluğu 2pi r olduğu üçün burada əslində biz tənasüb edirik. L bərabərdir 360-da alfa vur 2pi r. O deməkdir. Məsələn, tutaq ki, bizə testdə deyir ki,
mərkəzi bucağı 40 dərəcə, radiusu 12 santimetr olan, 12 santimetr olmasın, ta ki 18 santimetr olan qövsün uzunluğunu tapın. Yəni, baxın, bizə mərkəzi bucağı verib 40 dərəcə, çevrənin radiusu da 18-dir. Biz bu qövsün uzunluğunu axtarırıq. Bu qövsün uzunluğu bərabərdir 360 40 vurulsun 2 pi vur 18. İxtisarlarımızı aparırıq. Bununla bu getdi 9, 1, 9, 18 ilə getdi 2 və sualın cavabı oldu 4 pi. Yəni, həmin çevrə qövsünün uzunluğu 4 piyə bərabər olacaqdır. Bu da belə, bunu da bilməliyik. Sonra düz xətlər, daha doğrusu iki çevrənin qarşılıqlı vəziyyətləri. İki çevrə hansı qarşılıqlı vəziyyətlərdə ola bilər? İki çevrə, heç bir, bunu 6-cı sinifdən keçirik, 9-da yoxdur bu. İki çevrənin heç bir ortaq nöqtəsi olmaz. Məsələn, bu gördüyünüz şəkildəkilər. Yəni, bunların heç bir ortaq nöqtəsi yoxdur. Bu zaman bu iki çevrənin mərkəzləri arasındakı məsafə, yəni O1, O2 məsafəsi, tutaq ki, bunun radiusu R1 olsun, bunun radiusu R2. Gördüyünüz kimi, burada arada da bir boşluq qaldı. Yəni, bu çevrələrin arasında da bir məsafə var. Deməli, iki çevrə bir-birinin xaricində olub, heç bir ortaq nöqtəsi yoxdursa, onların mərkəzləri arasındakı məsafə, radiusları cəmindən böyük olur. Bunu şəkildən də görürsünüz. Bir də var ki, iki çevrə bir-birinin daxilində olur, amma yenə heç bir ortaq nöqtəsi olmur. Məsələn, bu şəkildə çəkirəm. Baxın, bunlar bir-birinin daxilindədirlər və ortaq nöqtəsi yoxdur. Ta ki, böyük çevrənin mərkəzi buradadır, kiçik çevrənin mərkəzi buradadır. Bu zaman isə bu məsafə radiusları fərqindən də kiçik olur. Yəni, iki çevrə bir-birinin daxilində, amma ortaq nöqtələri yoxdursa, bu zaman onların mərkəzləri arasındakı məsafə radiusları fərqindən kiçik olur. Amma bir-birinin xaricindədirlər və onların mərkəzləri arasındakı məsafə olur, radiusları cəmindən böyük. Sonra, iki çevrənin digər qarşılıqlı vəziyyəti onların bir ortaq nöqtəsinin olmasıdır. Bu da iki halda baş verə bilər. Yəni, iki çevrə bir-birinin xaricində olub bir dənə ortaq nöqtəyə malik ola bilərlər. Yəni, bir-birinə toxunurlar. Bu zaman onların mərkəzləri arasındakı məsafə şəkildən də göründüyü kimi radiusları cəminə bərabər. Yəni, xaricdən toxunan iki çevrənin mərkəzləri arasındakı məsafə radiuslarının cəminə bərabərdir. Bir də var, daxildən toxunsunlar. Daxildən toxunan iki çevrənin mərkəzləri arasındakı məsafə isə onların radiuslarının fərqinə bərabərdir. Deməli, baxın, tutaq ki, buradan bura qədər R1-dir, buradan burada R2-dir. Onda O1, O2 nöqtələri arasındakı məsafə böyük çevrənin radiusu ilə kiçik çevrənin radiusunun fərqidir. Məsələn, böyük çevrənin radiusu tutaq ki, 13 santimetrdir, kiçik çevrənin radiusu da OA2 8 santimetrdirsə, tutaq ki, 5 santimetrdirsə, onda onların mərkəzləri arasındakı məsafə 13 çıxılsın 5, yəni 8 olur. Amma məsələn, bunun radiusu 13-dür, bunun radiusu 5-dirsə, bu zaman bu iki çevrənin mərkəzi arasındakı məsafə 18 olur. Yəni, iki çevrə bir-birinə xaricdən toxunursa, onların mərkəzləri arasındakı məsafə radiuslarının cəminə, daxildən toxunursa, həmin çevrələrin mərkəzləri arasındakı məsafə radiusları fərqinə bərabər olmuş olur. Və üçüncü hal, İki çevrənin iki ortaq nöqtəsi var. İki çevrənin iki ortaq nöqtəsi onların kəsişməsi anlamına gəlir. Bax, bu iki çevrə kəsişir. Gördüyünüz kimi bunların iki dənə ortaq nöqtəsi var. Onda kəsişən iki çevrənin mərkəzləri arasındakı məsafə O1, O2. Üçbucaq bərabərsizliyinə görə bu münasibət ödəyir. Məsələn, bu R1-dir, bu R2-dir. Burada bir üçbucağı alındı gördüyünüz kimi. Üçbucaq A, O1, O2. Üçbucaq bərabərsizliyinə görə üçbucağın hər hansısa bir tərəfi digər iki tərəfin cəmindən kiçik,
fərqinin modulundan böyük olmalıdır. Yəni, iki çevrə kəsişirsə, yəni iki ortaq nöqtələr varsa, o zaman onların mərkəzləri arasındakı məsafə bu şərti ödəyəcəkdir. Baxın, deməli, çevrənin heç bir ortaq nöqtəsi olmur. Burada iki cür forma mümkündür. İki çevrənin yalnız bir ortaq nöqtəsi var və iki çevrənin iki ortaq nöqtəsi var. Bu olur iki çevrənin bir-biri ilə olan qarşılıqlı vəziyyətləri. Davam edək. Gəldik çevrədə deməli bəzi qaydalar var ki, bunlar bizə məsələ həllində lazım olur. Tutaq ki, belə bir şey izah edeyim. Bax, bu AB vətəridir, AB vətəridir. Bu da AB vətərinin gərdiyi, ayırdığı, söykəndiyi qövs. Hər cür ifadə eləmək olar. AB-nin ayırdığı qövsdür. Deməli, belə bir qaydamız var ki, bərabər vətərlər bərabər qövslər ayırır. Yəni, AB vətəri ilə CD vətəri bərabərsə, yəni başqa sözlə konquriyentdirsə, onların ayırdığı bu AMB qövsü ilə AMB və CMD qövsləri bir-birinə bərabərdir. Yəni, əgər mən görürəm ki, bu 8 sm, bu da 8 sm. Bunun dərəcə ölçüsü mənə 40 dərəcə veriblərsə, deməli, mən həmin qaydaya görə başa düşürəm ki, bunun da dərəcə ölçüsü 40-dır. Və yaxud bunun əksi də doğrudur. Qövslərin uzunluğu bərabərsə, onda onlara uyğun olan mərkəzi vətərlərin uzunluğuna bərabərdir. Yəni, məsələn, şərtdə buranı 70 dərəcə verib, buranı 70 dərəcə verib. Buranı 2x minus 1 verib, buranı 2x plus 1 verib, buranı da 5x minus 7 verib. Onda mən başa düşürəm ki, bu qövslər, bax, bu qövslər bərabər olduğu üçün bu vətərlərin də uzunluqları bərabərdir. Yəni, 2x plus 1 ilə 5x minus 7 bərabərdir. Buradan alınır 3x bərabər 8-dir, x də bərabərdir 8 bölü 3, yəni 2/3-də 2-dir. Bu teoremlər vacibdir. Sonra digər bir qayda. Deməli, çevrənin mərkəzindən vətərə qədər olan məsafə haqqındadır. Deyilir ki, bərabər vətərlər çevrənin mərkəzindən bərabər məsafədə yerləşir. Yəni, bu AB və CD iki konquriyent vətərdirsə, onda çevrənin mərkəzindən hər iki vətərə qədər olan məsafə bir-birinə bərabərdir. Yəni, OY və OF məsafələri də bir-birinə bərabərdir. Yəni, əgər o vətərlər bərabərdirsə, baxın, şərt var. Əgər bu vətərlər bərabərdirsə, bu da nəticə. Onda OY və OF bir-birinə bərabər olacaqdır. Üçüncüsü, belə bir qaydamız var. Radiusa perpendikulyar olan vətər yarı bölünür. Bax, bu AB vətərdir. OC də radiusdur. Əgər OC AB-yə perpendikulyar olarsa, baxın, bu şərt var. Əgər, yəni həmişə olmur, bu belə olarsa, bu buna perpendikulyar olarsa, onda bu AB vətəri yarı bölünmüş olur. Yəni, AD ilə DB-nin uzunluqları bərabər olur. Bunun səbəbi çox bəsitdir. Bu da çevrənin radiuslarıdır. Yəni, AO və BO radius olaraq bir-birinə bərabərdirlər. Onda üçbucaq AOB bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqdır. Və bərabər yanlı üçbucağı üçün OD perpendikulyar olduğu üçün hündürlükdür. Biz bilirik ki, bərabər yanlı üçbucaqda hündürlük həm də mediandır. Yəni, OD həm də mediandır. Yəni, bu da o deməkdir ki, AD ilə DB bir-birinə bərabər olur. Sonra davam edək. Çevrədə, bax, belə bir məsələ izah verim sizə. Ümumiyyətlə, çevrənin mərkəzindən vətərə qədər məsafə dedikdə nə başa düşülür? Çevrənin mərkəzindən, məsələn, bizə deyir ki, çevrədə verilmiş AB vətərinin uzunluğu 12 cm-dir. 12 cm. Çevrənin mərkəzindən
mərkəzdən vətərə qədər məsafə 6 sm olarsa, çevrənin radiusunun uzunluğunu tapın. Çevrənin radiusunun uzunluğunu tapın. Çevrənin, tutaq ki, bu bizim AB vətərimiz, bu 12 sm. Çevrənin mərkəzi bir nöqtədir. Çevrənin mərkəzindən vətərə qədər məsafə dedikdə, həmin vətərə endirilən perpendikulyar. Bu deyir, bax, vətərə qədər məsafə, daha doğrusu mən burada 8 yazasıydım. Vətərə qədər məsafə 8-dir. Bax, bu 8-dir. OC-nin uzunluğu 8 sm-dir. İndicənə dediyimiz qaydaya görə, biz bu OC-ni AB-yə perpendikulyar çəkdik. OC-ni AB-yə perpendikulyar çəkdiyimiz üçün, deməli, AC və CB hərəsi 6 sm-dir. Yəni, o yarı bölündür. Çevrənin radiusunu istəyir. Biz də buradan A-onu birləşdirdikdə, üçbucaq AOC-dən Pifagor teoreminə görə radiusu tapa bilərik. Çünki radius burada hipotenuzdur. Hipotenuzun kvadratı katetlərin kvadratlarının cəmi olaraq 100 eləyir. Ona görə də bu çevrənin radiusu 10 sm olur. Belə bir qayda deyim. Çevrə xaricindəki bir nöqtədən çevrəyə qədər ən qısa məsafə dedikdə nə nəzərdə tutulur? Bax, çevrənin xaricindəki bir nöqtədən çevrəyə qədər olan ən qısa məsafəni, yəni ən yaxın məsafəni görmək üçün həmin nöqtə ilə çevrənin mərkəzini birləşdiririk. Və çevrə ilə kəsişmə nöqtəsi, birinci kəsişmə nöqtəsi, yəni eman. Bu olur çevrəyə qədər olan ən qısa məsafə. Çevrəyə ən yaxın məsafə. Ən yaxın məsafə. Amma biz bunu uzadıb ikinci dəfə kəsişdirsək, MB olur M nöqtəsindən çevrəyə ən uzaq məsafə. Ən uzaq məsafə. Və bax, burada ən yaxın məsafə olan emanı tapmaq üçün mən MO-dan, yəni çevrənin mərkəzinə qədər olan məsafədən radiusu çıxmalıyam. Ən uzaq məsafəni tapmaq üçün isə MO-nun üzərinə radiusu əlavə etməliyim. Bunu da yenə bilməliyik. Gələk çevrədə bucaq anlayışlarına, görək çevrədə bucaq anlayışları nələrdir? Bayaqlarım çevrə qövsündən danışmaq üçün mərkəzi bucaq anlayışını dediyim, yenidən o anlayışdan başlayaraq bir-bir çevrədəki bucaq anlayışlarını qeyd edək. Deməli, təpəsi çevrənin mərkəzində olan bucaqlara deyildi mərkəzi bucaq. Mərkəzi bucağın dərəcə ölçüsü söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Yəni, mərkəzi bucaq 40-dırsa, söykəndiyi qövs də 40-dır. Təpəsi çevrə üzərində olub tərəfləri vətərlər olan bucaq, bax, təpəsi çevrənin üzərində olmalıdır və tərəfləri də vətər olmalıdır. Buna deyirik daxilə çəkilmiş bucaq. Daxilə çəkilmiş bucaq isə, yəni buradakı ABC adlanır daxilə çəkilmiş bucaq. Daxilə çəkilmiş bucaq isə söykəndiyi qövsün yarısına bərabərdir. Yəni, bu 40-dırsa, bu olur 20. Eyni qövsə söykənmiş, daxilə çəkilmiş bucaq mərkəzi bucağın yarısıdır. Eyni qövsə söykənən, daxilə çəkilmiş bucaq mərkəzi bucağın yarısıdır. Məsələn, burada AOB, daha doğrusu ABC daxilə çəkilmiş bucaqdır, AOB mərkəzi bucaqdır. Bu alfadırsa, bu 2 alfa olacaqdır. Çünki burada yenidən göstərim, səbəbli şəkildə bir də olsun. Yuxarıda dediyimiz qaydalara əsasən, məsələn, bu bucaq 100 dərəcədirsə, onun söykəndiyi qövs də 100 dərəcədir. Amma bu daxilə çəkilmiş bucaq olduğu üçün 100-ün yarısıdır, yəni 50-dir. Nəticədə baxsaq, daxilə çəkilmiş bucaq ona uyğun olan mərkəzi bucağın yarısına bərabər oldu. Bunu bilməliyik. Eyni qövsə söykənən bütün daxilə çəkilmiş bucaqlar bir-birinə bərabərdir. Eyni qövsə. Yəni, məsələn, mən burada AB qövsünə söykənən neçə dənə daxilə çəkilmiş bucaq çəkirəmsə,
çəkim. Heç bir fərqi yoxdur. Bunların hamısının dərəcə ölçüsü AB-nin yarısı olduğu üçün bir-birinə bərabərdir. Yəni, məsələn, bura 80 dərəcəlik qövsdürsə, bu da 80-in yarısıdır, bu da 80-in yarısı, bu da 80-in yarısı. Ona görə deyirlər ki, eyni qövsə söykənən bütün daxilə çəkilmiş bucaqlar bir-birinə bərabərdir. Diametrə söykənən daxilə çəkilmiş bucaq düz bucaqdır. Bax, bu diametrdir. Diametr bilirik ki, çevrəni 180 dərəcəlik iki qövs ayırır. Onda mən diametrə söykənən ACB bucağını çəksəm, bu ACB, diametrə söykənən daxilə çəkilmiş bucaqdır. Bu bucaq olacaq 90 dərəcə. Diametrə söykənən daxilə çəkilmiş bucaq düz bucaqdır. Sonra toxunanla kəsən arasında qalan bucaq, vətərlər arasında qalan bucaq və s. Deməli, baxın, bir dənə toxunan düz xətt çəkmişəm. L toxunandır. Tutaq ki, B nöqtəsində çevrəyə toxunur. Və həmin nöqtədən də bir dənə vətər çəkmişəm. Toxunan və vətərin arasında qalan bir bucaq var. Bucaq ABC. Həmin bucaq vətərin ayırdığı, yəni bu qövs var ya, ayrılıb burada. Həmin qövsün yarısına bərabərdir. BC qövsünün yarısıdır. Yəni, məsələn, BC qövsünün dərəcə ölçüsü 70 dərəcə olarsa, onda belə çıxır ki, ABC bucağı 70/2 35 dərəcə olacaqdır. Və yaxud bucaq tutaq ki, 20 dərəcə olarsa, onda qövs 40 dərəcə olacaqdır. Sonra çevrədə kəsişən iki vətər arasında qalan bucaq. Bax, bunlar çevrənin mərkəzində kəsişməyiblər. Mərkəz başqa bir nöqtədir. Sadəcə bunlar ikisi tutaq ki, çevrədə bir Y nöqtəsində kəsişiblər. Bu zaman, məsələn, bu bucaqlar onsuz da qarşılıqlı bucaq olduğu üçün birbirine bərabərdir. Bu bucaqlar bu iki qövsün cəminin yarısına bərabərdir. Yəni, mənim alfa ilə işarə elədiyim bucaq AC qövsü ilə BD qövsünün cəminin yarısıdır. Və yaxud mənim bu şəkildə beta ilə işarələdiyim bucaqlar isə təbii olaraq bu bir iki qövsün, yəni BC qövsü ilə AD qövsünün cəminin yarısıdır. Yəni, fərq yoxdur. Kəsişən iki vətər arasında qalan bucaq uyğun qövslər cəminin yarısıdır. Bunlar mərkəzi bucaq deyil, uşaqlar bunlarla mərkəzi bucağı səhv salırlar. Bunlar mərkəzi bucaq deyillər, yəni qövsə bərabər deyillər. Məsələn, tutaq ki, AC qövsü bizə verilibdir 50 dərəcə, bu verilib 70 dərəcə. Onda mən alfanı tapmaq üçün 50 ilə 70-i toplayıb yarı bölməliyəm. Eləyir 60 dərəcə. Sonra çevrə xaricində götürmüş nöqtədən çevrəyə çəkilən iki kəsən arasında qalan bucaq, toxunanla kəsən arasında qalan bucaq, bunlardan danışır. Deməli, çevrə xaricindəki nöqtədən çevrəyə iki dənə kəsən çəkilibsə, bu kəsənlər arasında qalan bucaq, bu iki qövsün, sarı xətlə işarələdiyim qövslərin fərqinin yarısıdır. Yəni, BD qövsü ilə AC qövsünün fərqinin yarısına bərabərdir. Çətin bir şey yoxdur. Məsələn, bu tutaq ki, 120 dərəcəlik qövsdür, bu 50 dərəcəlik qövsdür. Onda mən bucağı tapmaq üçün 120-dən 50-ni çıxıb bölməliyəm 2-yə. Yəni, 70-i böldüm 2-yə, elədi 35. Yəni, mənə qövsləri veribsə bucağı tapmaq üçün onların fərqinin yarısını edirəm. Və yaxud mənə ola bilər ki, belə verir sualı. Deyir ki, bunlar arasında qalan bucaq tutaq ki, 40 dərəcədir. Bu qövsü bilmirik, bu qövsdə 140 dərəcədir. Bu x-i tap. Onda mən qaydaya görə başa düşürəm ki, bu bucaq böyük qövslə kiçik qövsün fərqinin yarısıdır. Buradan da hər tərəfi vurdum 2-yə, x bərabər oldu 60-a. Yəni, baxır hansı qövs verir. Və yaxud bunu belə də verə bilər. Tutaq ki, deyir bu bucaq 30-dur, bu qövs 70-dir, bu qövsü tapın. Onda yenə yuxarıdakı düstura görə mən başa düşməliyəm ki,
böyük qövsdən, yəni x-dən 70-i çıxıb yarı böldükdə 30 olmalıdır. Ona görə x çıx 70 bərabər 30-u vurdum 2-yə 60. Sonra da 60 ilə 70-i topladım. X oldu 130. Yəni burada 3 dənə tip məsələ qurmaq olar. Həmçinin bu yuxarıdakı sualda da sizə qövslər yerinə qövslə bucağın birini də verə bilər. Məsələn, tutaq ki, bu şəkili veriblər testdə. Verib ki, buradakı bucaq 70 dərəcədir. Bu qövs tutaq ki, 50 dərəcədir. Bu qövsü tap. Qaydaya görə mən başa düşürəm ki, o qövslərin cəminin yarısı mənə bucağı verir. Ona görə 50 üstə gəl x bərabərdir 140. X də 140-dan çıxdım 50-ni qaldı 90. Yəni məndən soruşulan bu qövs 90 dərəcəymiş. Yəni bu düsturları bilməliyik və bu düsturları tətbiq etməyə bacarmalıyıq. Sonra toxunan və kəsən arasında qalan bucaq. Tutaq ki, çevrənin xaricindəki bir M nöqtəsindən çevrəyə M-a toxunanı və MC kəsəni çəkilmişdir. Bu zaman bu toxunanla kəsən arasında qalan bucaqda yenə bax bu qövslə bu qövsün fərqinin yarısıdır. Yəni yazırıq ki, alfa bərabərdir qövs AC minus qövs AB bölü 2. Tutaq ki, bu AC qövsü 130 dərəcəlik qövsdür, bu 80 dərəcəlik qövsdür. Onda biz 130 çıx 80 böl 2, 50-nin yarısı 25. Və yaxud burada yenə bizə qövsün birini və bucağı verib, o biri qövsü də soruşa bilər. Sonra 2 dənə toxunan arasında qalan bucaq. Deməli, 2 dənə toxunan arasında qalan bucaqda da yenə qayda eynidir. 2 dənə toxunan, yəni M nöqtəsindən çevrəyə çəkilən bu 2 toxunan arasında qalan bucaqda bu şəkildəki major və minor qövslər fərqinin yarısıdır. Yəni A, N, B qövsü ilə A, N, B qövsünün fərqinin yarısıdır. Yəni, məsələn, burada tutaq ki, bizə verilsə ki, bu major qövs 250 dərəcədir. Biz buradan bucağı necə tapacağıq? Əgər bu şərtdə major qövs 250 dərəcədirsə, minor qövs olan AMB 360-dan 250-ni çıxıb yazırıq 110. Çünki çevrə 360 dərəcəyə bərabərdir. Bu olur 110. Ondan sonra da bucağı tapmaq üçün 250 ilə 110-un fərqinin yarısı. Yəni 140-ın yarısı eləyir 70. Bu şəkildə hesablama aparmalıyıq. Və yaxud belə, buradan bir nəticə də var, qoy onu da göstərim sizə. Çevrə xaricindəki nöqtədən çevrəyə 2 dənə toxunan çəkilibdir. Baxın, bu toxunanları çevrənin mərkəzi ilə olan radiuslarını çəkirəm. Bu zaman burada bir dördbucaqlı alınır. M, A, O, B dördbucaqlısıdır. Dördbucaqlının daxili bucaqlarının cəmi bilirik ki, 360 dərəcədir. Bunun 2 dənə bucağı hal-hazırda düz bucaqdır. 360-dan 2 dənə 90-ı çıxanda yerdə qalır 180 dərəcə. Yəni, bu şəkildəki alfa ilə betanın cəmi 180 dərəcədir. Bu beta elə bu AB qövsünün də dərəcə ölçüsü olduğu üçün deməli belə çıxır ki, toxunanlar arasında qalan bucaqla ona yaxın olan bu minor qövsün cəmi 180 dərəcəyə bərabərdir. Baxın, bu şəkildə biz buranı 110 tapandan sonra elə alfa bucağını tapmaq üçün 180-dən 110-u çıxıb 70 yaza bilərdik. Çünki bununla bunun cəmi 180, olsa cavabımız yenə də 70-dir. Yəni, tutaq ki, belə bir nümunə göstərim. Baxın, testdə belə bir misalına rastlaşmışsınız. Fərz eləyək ki, deyir ki, toxunanlar arasında qalan AMB bucağı 50 dərəcə olarsa, AMB qövsünü tapın. AMB qövsünü.
Əgər bura 50 dərəcədirsə, onda buradakı minor qövs olan ANB 180 çıxılsın 50, 130-dur. Bu qövs 130-dur. Çevre 360 dərəcə olduğu üçün buradakı bu bir qövs var, ANB. Bunu tapmaq üçün də 360-dan 130-u çıxırsınız, qalır 230 dərəcə. Bunu da bilək. Bu da belə. Çevrədəki mövzumuz bu qədər.